Deməli uşaqlar 9-cu sinif həlli tələb olunan suallara baxacağıq. 78-ci sualdan başlayaq. Deməli 78-də deyir ki, A nöqtəsindən eyni zamanda 2 nöqtə 2 müxtəlif çevrə üzrə hərəkətə başlar. Nöqtələrdən biri hər 36 saniyədən, digəri isə 63 saniyədən bir A nöqtəsindən keçirsə, bu nöqtələrin ilk dəfə eyni anda A nöqtəsindən keçmələri üçün lazım olan müddəti müəyyən edin. Deməli bizdə 78-də nəyini tapmalıyıq? 63, bir də 36-nın əkobunu tapmalıyıq. Deməli buradan yazaq 78. Əkоб. Bu da bərabər 63 olacaq nə? 3-ün kvadratı vur 7-dir. 36 da 3-ün kvadratı vur 2-nin kvadratı olacaq da. Yəni 9 vur 4-dür də. Bəli. Burada deməli biz böyük olanı götürəcəyik. Yəni 63-ü götürəcəyik. 36-nın da 63-də olmayan elə vuruqlarını əlavə edəcəyik. 3-ün kvadratı, yəni 2 dənə 3 var. Bir dənə nə yoxdur? 4 yoxdur. Bu vuracaq neçəyə? 4-ə. Bu da bərabərdir. 12, 2 yazaq. 1 yadda 24, bir də yadda 25. 252 saniyə. İndi bizə deyir A nöqtənin üçün lazım olan müddəti müəyyən edin. Deməli hər 252 saniyədən bir nə olacaq? A nöqtəsindən bir yerdə keçəcəklər. Yəni yekun cavabımız olacaq 252. Keçdik 79-a. Deyir tərəfləri bir-birinə paralel üçbucaq arasında qalan sahələrdən ibarət qaçış yolunun kənarında A və D təpələrindən başlayaraq aralarındakı məsafə 5 metr olmaqla ağac əkildi. Deməli deyir, olarsa cəmi neçə ağac əkilər. Deməli bizdə ilk öncə böyük üçbucağımızı çəkək. Bu 11-ci sinif buraxılışa da düşmüşdü bu sual. Eynisi. Deməli AB bizdə neçədir? 120. Bura yazıram 120. Bura B'dir, bura A'dır, bura C'dir. Sonra bizə nə verib? Bura 7. Burada D'dir. Sonra verib AC 90. A'dan C'yə bura 90'dır. BC 150'dir. Bura 150'dir. Sonra DF də 30. DF bura 30. Yəni bunlar oxşar üçbucaqlardır deyil. Bu tərəfdən 3 dəfə kiçiksə, bu tərəfdə 3 dəfə kiçik olmalıdır. Yəni 120 3-ə böləndə bura düşəcək 40. 150-ni də 3-ə böləndə bura düşəcək 50. İndi bizə deyir ki, cəmi neçə ağac əkildi. Deməli uşaqlar biz burada nə edəcəyik? Perimetr tapmalıyıq. Deməli ümumi uzunluğumuz P böyük üçbucaq üçün olacaq 120, 90, bir də üstə gəlsin 150. Cəm neçə eləyəcək? Bu eləyir 210, 360. Deməli bu oldu neçə? 360. Cəm perimetr. İndi 360-ı böləcəm nəyə? Hər 5 metrdən bir əkilib. Daha az böləcəm 5-ə. 360 da 5-ə böləndə düşəcək 72. Deməli bu qapalı məkan olduğu üçün uşaqlar, bunu qeyd eləmişdim. Bu qapalı məkan olduğu üçün üzərinə bir gəlmirik. Elə 72 ağac olacaq. Normalda düz bir yol olsaydı, ara sayı, bu tapdığımız əslində ara sayıdır. Ağac sayından bir vahid az olmalı. Yəni üzərinə bir gəlməkdir. Amma burada başladığı yerə geri qayıdıb deyə, elə 72-nin özünü götürəcəm. Bu oldu böyük üçbucaq üçün. İndi keçək kiçik üçbucaq üçün yazaq. P kiçik bərabərdir 40, üstə gəlsin 30, üstə gəlsin 50-yə. Bu da bərabərdir. Toplayanda eləyəcək 80, 70, 50 da 120 eləyir də. Doğrudurmu? Bəli, 120. 120-ni bu dəfə böləcəyik 5-ə. Hər 5 metrdən biri əkilir. Bu da bərabərdir. 120 deyib 125 yazırım. 120-ni də 5-ə böləndə neçə düşür? 24 düşür də. Düzdürmü? Bu da olacaq neçə? 24. Yenə qapalı məkan olduğu üçün elə üzərinə heç nə gəlmirəm. 24, 72. Cəmdə neçə eləyəcək? 72 üstə gəlinsin 24 bərabərdir. 96 eləyir də. Bəli, 96 olacaq. Yəni yekunda bizdə neçə ağac, cəmi neçə ağac deyir? 96 ağac olacaq. Keçdik 80-ci suala. 80-ci sualda deyir, eyni koordinat müstəvisində tənişləri verilmiş iki çevrənin hərəsindən bir nöqtə götürülərsə, bu nöqtələr arasındakı ən böyük məsafəni tapın. Deməli uşaqlar, gəlin burada belə eləyək. 80-ci sual. Tutaq ki, bizə 2 dənə çevrə verilib. Bir də olsun burada. Bunlar arasındakı mən ən böyük məsafəni tapmaq üçün bu nöqtələr arasındakı ən böyük məsafə. Deməli, bunu da mərkəzini götürürəm və bu mərkəzləri birləşdirirəm bu şəkildə. İndi, məsələn, tutaq ki, ən böyük olması üçün bu diametrin uc nöqtəsi olmalıdır. Bir də buradakı diametrin uc nöqtəsi olmalıdır. Onda mən bu iki çevrə arasındakı məsafəni taparam. Mərkəzlər arasındakı məsafə. Bir də bunların radiuslarını, yəni bax bu isə kiçik çevrənin radiusudur, bu da böyük çevrənin radiusudur. Üzərlərinə gəlirəm, düzdür? Deməli, mərkəzləri arasındakı, yenə deyirəm, mərkəzləri arasındakı məsafəni tapırıq. Bir də ən böyük dediyi üçün
bu radiusdan bu radiusu üzərinə gəlmək ki, ən böyük məsafə olsun. Deməli, onda bizdə bu çevrələrin mərkəzləri, kiçik çevrə mərkəzin koordinatları, fərqi yoxdur, hər hansısa birini götürək, olsun bu. Deməli, 5 ilə 4 olacaq da. Buraya yazıram 5, bir də 4. Burada böyük çevrədə olacaq nə? -3, -2. Bu iki nöqtə arasındakı məsafəni tapanda, onda olacaq bizdə, tutaq ki, AB olsun, fərqi yoxdur. AB nöqtəsi arasındakı məsafəni tapanda, olacaq kökün altında -3 çıxılsın 5 kvadrat, üstə gəlsin bir də -2 çıxılsın 4-ün kvadratı. Bu da bərabərdir. 3-dən 5 çıxanda -8 kvadratı 64, üstə gəlsin 2-dən -6 kvadratı 36. Toplayanda eləyəcək neçə? 100, 100-dən də neçə çıxır? 10 çıxır. Deməli, bunlar arasındakı məsafə oldu 10. Bizdə indi kiçik çevrənin radiusu neçə idi? R kvadratı 9-dursa, burada verilib. Onda radiusum 3-dür. Üzərinə bir 3 gələcəm. Böyük R nə olacaq? 16-dırsa, radius olacaq 4. Burada 4. Deməli, onda ümumi uzunluğun mərkəzləri arasında oldu 10. Üzərlərinə də radiusu gəlirəm. 3-dən 4. Bu da bərabər olacaq 17. Yəni, yekun cavabımız olacaq 17. Keçək sonuncu sualımız 81-ci suala. Deyir, məxrəci 7-dən böyük 81. Məxrəci 7-dən böyük 31-dən kiçik natural ədəd surəti isə 1-ə bərabər olan adi kəsrlər verilmişdir. Bu kəsrlərdən təsadüfən seçilmiş birinin sonlu onluq kəsr şəklində yazıla bilməsi hadisəsinin ehtimalını tapın. Deməli, 7-dən böyük 31-dən kiçik. Onda 31-dən çıxaram 7, qalacaq neçə? 24. Bunların heç biri daxil deyil deyə 7-dən böyük 31-dən də kiçik. Bir dənə 1 də çıxıram, qalacaq neçə? 23 ədəd. Deməli, məxrəcinə mən neçə ədəd yaza bilərəm? Mümkün halların sayı olacaq, məxrəc neçə olacaq? 23. Deməli, 23 dənə mümkün halım olacaq. Əlverişli halların sayı, baxaq görək neçə olacaq. Deməli, surəti hamısı birdir. Məsələn, 8-də 1 və yaxud da 9-da 1 gedəcək neçəyə? 23-də, daha doğrusu 23-də yox, 31-dən kiçik. 30-da 1-ə qədər. Biz bilirik ki, sonlu onluq kəsr şəklində olması üçün nə olmalıdır məxrəc? Ya 2-nin vuruqları olmalıdır, ya 5-in vuruqları olmalıdır və ya 2 və 5-in vuruqlarından ibarət olmalıdır. Deməli, 8-dən 30-a qədər özləri də daxil olmaqla məxrəci sırf 2, sırf 5 və yaxud da 2 ilə 5-dən ibarət neçə ədədim var? Biri 8-dir, 9 olmaz, biri 10 olacaq, 11 olmaz, 12, 3 vuruğu var. 13 olmaz, 14 olmaz, 15, yəni sürətdə 1-də zaten ixtisar gedən olmaz. 15 olmaz, 16-nı götürəcəm. 17 olmaz, 18-də 3 vuruq var, 19 zaten sadədir. 24 vur 5-dir, 20-ni götürə bilərəm. 21-də 3 vuruq var, 22-də 11 var, 23 zaten sadədir. 24 3 vuruğu var da, bəli, 24-ün içində 3 vuruğu var, olmaz. 25 sırf 5-dən ibarətdir, olar. 26-da 13 var, 27-də 3 vuruğudur. 28-də 7 var, 4 vur 7-dir. 29 sadədir, 30-da da 3 vuruğu var, bəli, götürməyəcəyik. Elə oldu neçə dənə? 1, 2, 3, 4, 5. Səhv saymadıqsa 5 dənə. Deməli, məxrəci yalnız 5 dənə bu ədədlərdən ibarət olarsa sonlu onluq kəsr şəklində göstərə bilərim. Yəni, mümkün hallar, əlverişli halların sayı oldu 5. Deməli, bizdə də ehtimala əsasən nə olacaq? Mümkün halların sayı oldu 23, əlverişli halların sayı oldu 5. Yəni, yekun cavabım oldu 23-də 5. Yenə ballarınızı yoxlayarsınız, yekunda cavabı şərhlərdə yazarsınız. Daha doğrusu neçə düzünüz çıxdığını və imtahan haqqında fikirlərinizi də bölüşərsiniz.